Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə FES Akademinin kurikulum təlimçisi Pəri Firud qızı. MİQ imtahanına hazırlaşan müəllimlərə dəstək məqsədi ilə bu günlərim sizlərə ikinci sınavımı təqdim edirəm. Əgər bu video sizin üçün faydalıdırsa, kanala abunə olmağı, eyni zamanda da həmkarlarınızla bölüşməyi unutmursunuz. İmtahanın son gününə qədər MİQ imtahanına hazırlaşan hər bir müəllimə dəstək məqsədi ilə video paylaşacağım. Gözünüz kanalda olsun. Gəlin, vaxt itirmədən birinci sualımızla başlayaq. Birinci sual. Bu üsul vasitəsilə şagirdlərin mövcud bilik və yeni bilik arasında əlaqə yaratmaq müəllim üçün diaqnostik qiymətləndirmə vasitəsidir. Verilən iş üsulunun xüsusiyyətlərinə aid olmayan variantı seçin. Müəllimlər, sualı sizlərə təqdim edirəm. Videonu saxlayıb cavabı özünüzdə qeyd edə bilərsiniz. Sonda sualların tam sonunda neçə düz, neçə səhv olduğunuzu mütləq şəkildə rəy bölməsində qeyd edin. Bizdə ilk olaraq verilən iş üsulunu tapmaq tələb olunur. Həm mövcud biliyi, yeni biliyi arasında əlaqə yaradacaq. Eyni zamanda da müəllim üçün diaqnostik qiymətləndirmə vasitəsidir. Söhbət hansı iş üsulundan gedir? Dediniz, BİB. Bəli, BİB-dir. Söhbət BİB iş üsulundan gedir. Və BİB verilən iş üsulunun xüsusiyyətinə aid olmayan variantı seç. Şagirdlərdə problem həll etmə bacarığını formalaşdırır. Xeyr, BİB şagirdlərdə problem həll etmə bacarığını formalaşdırmır. Yanlışdır. Şagirdlərin düşünməsini optimallaşdırır. Bəli, optimallaşdırır. Şagirdlərdə köhnə və yeni biliyin xüsusiyyətini bilirlər. Bəli, bilirlər. Çünki bilir və istəyir bilə. Burada köhnə biliklə yeni biliyin xüsusiyyətləri artıq ortaya çıxmış olur. 3 aiddir. Yaradıcı düşüncəni aktivləşdirir, yeni fikir formalaşdırır. Bu iş üsulu 4N 1 KH üsuluna nümunə ola bilər. Yəni BİB-yə aid deyil. Və BİB-yə aid olmayanları bizdən istəyirdi. 1-i, 4-ü seçə bilərik variantlarda. 2, 3 aid deyil. Çünki elə BİB-nin özüdür bu. Cavab olacaq A variantı. Növbəti sualımıza baxaq. Rubrik haqqında hansı variant yanlışdır deyir. Rubrik, suala keçməmişdən əvvəl gələn rubrikin nə olduğunu qısa bir izah verin müəllimlər. Daha sonra isə suala baxarıq. Rubrik nədir? Rubrik qiymətləndirmə aparmaq üçün xüsusi meyarı olan bələdçi rolunu oynayan qiymətləndirmə cədvəlidir və rubrik 3 əsas hissədən ibarət olur. Meyar, keyfiyyət səviyyəsi və meyarlara müvafiq keyfiyyət səviyyəsinin təsviri. Meyar nədir? Şagird burada nəyi qiymətləndirəcəyini bilir və meyarlar mütləq şəkildə dərsin məqsədinə uyğun olmalıdır. Məsəl üçün biz dərsin məqsədini başqa götürək, uşağı başqa bir şeyə görə qiymətləndirək. Yəni artıq biz burada qiymətləndirmənin prinsipini, uyğunluq prinsipini pozmuş oluruq. Meyarlar mütləq şəkildə dərsin məqsədinə uyğun olmalıdır. Daha sonra ikinci bildirdim keyfiyyət səviyyəsidir. Burada meyarları necə, hansı səviyyədə qiymətləndirəcək öz əksini tapır. Məsəl üçün yaxşı, çox yaxşı, kafi, qeyri-kafi və s. bunlar öz əksini tapır və meyarlara müvafiq keyfiyyət səviyyəsinin təsvirində isə yəni hər bir səviyyənin meyarlarına uyğunluğu təsviri əks olunur. Şagird yəni bu nailiyyətdə özünün nailiyyəti barədə təsəvvürə malik olur deyə bilərik. Və eyni zamanda da rubrik 2 yerə ayrılır. Holistik rubrik və analitik rubrik var. Analitik rubrik deyərkən şagirdin yəni bir qiymətləndirməni bir fəaliyyəti daha doğrusu bir fəaliyyəti meyarlara görə ayrı-ayrı qiymətləndirməyimizdir. Amma holistik rubrik analitikin tam əksidir. Yəni analitikdə ayrı-ayrı qiymətləndirmə aparırdıqsa bir fəaliyyətə görə, amma holistikdə isə bütün meyarları eyni anda ümumi şəkildə qiymətləndirməyimiz nəzərdə tutulur. İndi qayıdaq sualımıza. Güman edirəm aydın oldu sizə. Rubrik qısa məlumat verdim. Rubrik tərtibatına görə 2 növə ayrılır. Bəli. Holistik rubrik, analitik rubrik. Rubrik qiymətləndirmə aparmaq üçün xüsusi meyarı olan bələdçi. Burada bələdçi olmalıdır. Bələdçi rolunu oynayan qiymətləndirmə cədvəlidir, doğrudur. Rubrikin əsas məqsədi şagird fəaliyyətini dəyərləndirmək və inkişaf etdirməkdir, doğrudur. Holistik rubrik bütün meyarları eyni anda tətbiq edərək işi ümumi bir mühakimə əsasına qiymətləndirir, doğrudur. Analitik rubrikin üstünlüyü ondan ibarətdir ki, təkrar yazmağa ehtiyac yoxdur. Yəni bu analitikdə aiddir. Yəni
Analitik rubrikdə biz hər bir yəni bir fəaliyyəti ayrı-ayrı qiymətləndiririk. Verilən cümlə yanlışdır. Bizə verə bilər ki, ümumi rubrikin üstünlüyü ondadır ki, təkrar-təkrar yazmağa ehtiyac olmur. Yəni burada analitik yox, ümumi rubrik verilməsi daha doğru olardı. Yanlış olan Y variantıdır. Keçid edək növbəti suala. Uyğunluğu müəyyən edin. Ümumi rubrik və tapşırığa əsaslanan rubrik. Eyni bir fəaliyyəti il boyu davamlı yoxlamaq imkanı verir. Yenə də ümumi rubrik nədir? Ümumi rubrik meyarları ümumi olaraq müxtəlif növ tapşırıqlara aid edə bilərik və bu tapşırıqların da öyrənmə məqsədləri eyni olmalıdır. Amma onu da vurğulayım ki, biraz öncə testdə qarşımıza çıxdı. Ümumi rubrikin üstünlüyü nədir? Onu təkrar-təkrar yazmağa ehtiyac yoxdur. Adı üstündədir də ümumi rubrikdir. Amma tapşırığa əsaslanan rubriki, yəni adından da görünür, tapşırığa əsaslanır. Spesifik tapşırıqlar üçün istifadə olunur. Tapşırıqdan tapşırığa dəyişə bilir. İndi baxaq varianta. Eyni bir fəaliyyəti il boyu davamlı olaraq yoxlamaq imkanı verir. Ümumi rubrikdir. Çünki biz bunu ayrı-ayrı tərtib etmirik. A variantını birə qeyd edə bilərik. Spesifik fəaliyyətlə bağlı olur. Biraz öncə vurğuladığım kimi spesifik fəaliyyətlə bağlı olur və tapşırıqdan tapşırığa dəyişə bilir. Söhbət tapşırığa əsaslanan rubrikdən gedir. Təlim nəticələrinə əsaslanmaq vacib deyil. C variantı ümumiyyətlə yanlışdır. Harda variantlarda gəlin C varsa çıxaq. C heç birinə aid deyil. Y variantında yox idi. Məqsədi eyni olan müxtəlif növ tapşırıqlara aid edə bilər. Məqsədi eyni olan müxtəlif növ tapşırıqlara aid edə bildiyimiz ümumi rubrikdir. Bu rubrikin meyarları tapşırıqdan tapşırığa dəyişir. Söhbət tapşırığa əsaslanan rubrikdən gedir. 1-də A, D, 2-də isə B, Y. Cavab oldu D variantı. Növbəti sualımıza keçid edək. Cədvələ əsasən uyğunsuzluğu istəyir bizdən və uyğunsuzluq dediyinə görə doğrudan yanlışı, yanlışdan düzü tapacağıq əksinə. Əks əlaqə ilə bağlıdır. Əks əlaqənin hansı növləri var? Korrekte edici, konstruktiv, təsviri əks əlaqə və motive edici əks əlaqə vardır. Korrekte edici rəy diqqət tapşırığın buraxdığı səhvə yönəlir. Doğrudur. Konstruktiv rəy şagird tapşırıqda nəyi düzgün, nəyi yanlış yerinə yetirdiyi haqqında məlumat verir. Dərslərini necə düzəltməyin yolları göstərilir. Konstruktiv rəyə aiddir. Təsviri əks əlaqə. Müəllim şagirdin fəaliyyətindəki uğurlar və çatışmazlıq haqqında detallı şəkildə fikir bildirir. Doğrudur. Motive edici əks əlaqə şagirdin daha çox emosional dəstəklənməyə xidmət edir. Şagirdlərin öyrənmə prosesinə göstərdiyi səyi, uğurları, xüsusi məqamları vurğulanır. Motive edici əks əlaqəyə aiddir. Və uyğunsuzluğu istədi bizdən şərtdə. Doğrunun altından 1-2 doğru olduğuna görə biz götürə bilmərik. Çünki bizə yanlış lazımdır. 1 ilə 2-ni heç bir variantda götürmürük. Amma yanlışın altından 3 və 4 bizə lazım idi. 3 və 4 cavab olacaq C variantı. Növbəti sualımıza baxaq. Verilmiş xüsusiyyətlər hansı bəndə uyğundur? Şagirdin bilik və bacarıqları haqqında ümumi şəkildə və tez məlumat verməyə şərait yaradır. Ümumi şəkildə deyir. Bütün meyarları eyni anda tətbiq edərək hər hansı bir prosesi ümumi şəkildə qiymətləndirir. Bütün meyarları ümumi şəkildə qiymətləndirməyimiz, ümumi şəkildə və tez məlumat verməyə şərait yaradan rubrik hansı idi? Əlbəttə ki, holistik rubrikdir. Cavab olacaq A variantı. Bir daha xatırlatma edim müəllimlər, əgər bu tip videolar sizin üçün faydalıdırsa, kanala abunə olmağı unutmayın. Növbəti sualımıza baxaq. Rubrik haqqında yanlış fikir hansıdır? Rubrik ümumi və tapşırığa əsaslanan bilər. Doğrudur. Ümumi rubrik müxtəlif zamanlarda istifadə etmək mümkündür. Doğrudur. Analitik rubrik meyarları tapşırığa əsaslanan rubrik meyarlarına nisbətən daha dəqiq olur. Burada əksinə olmalıdır. Tapşırığa əsaslanan rubrik analitik rubrik meyarlarından daha dəqiq olur. Yəni bizdən yanlışı istəyir. Rubrik ümumi və tapşırığa əsaslanır. Doğrudur.
Ümumi rubrik müxtəlif zamanlarda istifadə etmək olur. Doğrudur. Analitik rubrik meyarları tapşırığa əsaslanan rubrik meyarlarına nisbətən daha dəqiq olur. Yanlış cümlə C variantıdır. Tapşırığa etməmişdən qabaq şagirdləri meyarlar ilə tanış etmək lazımdır. Doğrudur. Rubrik əvvəlcədən müəyyənləşdirilmiş meyarları dəyişdirmək mümkündür. Doğrudur. Yanlış olan C variantıdır. 7-yə baxaq. Analitik rubrik nəyə xidmət edir? Bir fəaliyyəti hər bir meyara görə ayrı-ayrı qiymətləndirir. Elə analitik rubrikin tərfidir də bu. Hər bir fəaliyyəti ayrı bir meyara görə ayrı-ayrı qiymətləndirməyimiz analitik rubrikə aiddir. Analitik rubrik yalnız ümumi tapşırıqlar üçün məqbul sayılır. Yanlışdır. Bütün meyarlar eyni anda qiymətləndirməyə xidmət edir. Bu holistik rubrikə aiddir. Hər bir kriteriyaya tək-tək baxmağa şərait yaratmır, əksinə yaradır. Şagirdlər öz fəaliyyəti haqqında məlumatı ümumi şəkildə əldə edirlər. Ümumi rubrikdən söhbət gedir burada da. Cavab oldu A variantı. 8-ci suala baxaq. Təsirli halda olan söz haranı sualına cavab verdikdə cümlədə tamamlıq olur. Azərbaycanı sevirəm cümləsində Azərbaycanı sözü haranı sualına cavab verir. Deməli, Azərbaycanı sözü cümlədə tamamlıq vəzifəsində işlənmişdir. Burada hansı düşünmə formasıdır? Düşünmə formasını bizdən tələb edir. Düşünmə formasını bir xatırlatma eləyək. Hansıları idi? İnduktiv düşünmə, deduktiv düşünmə, analogiya, konvergent, divergent, sistemli, ardıcıl, verbal, qeyri-verbal, analoji və s. Düşünmə formaları vardır. İndi bizə ilk olaraq qaydanı verir. Təsirli halda olan söz haranı sualına cavab verir. Birinci bizdə qaydanı verdi və qaydadan nümunəyə gedir. Azərbaycanı sevirəm, Azərbaycanı sözü haranı sualına cavab verir. Nümunə gətirir bizə. Deməli, Azərbaycanı sözü tamamlıq vəzifəsində işləmişdir. Qaydadan nümunəyə getdiyimizə görə biz bunu deduksiyaya götürə bilərik. Qaydadan nümunəyə gəlməyimiz deduksiya sayılacaq. Cavab B variantı. Növbəti 9-cu suala baxaq. Ədəbi dilin qrammatik normasına görə müəyyən miqdar sayından sonra gələn isimlər təkdə işlənməlidir. 5 kitablar birləşməsində saydan sonra gələn isim cəmdə işləmişdir. Deməli, bu cümlədə ədəbi dilin qrammatik norması pozulub. Burada hansı düşünmə formasından istifadə olunmuşdur? Yenə də bizə birinci qaydanı verdi. Ədəbi dilin qrammatik normasına görə miqdar sayından sonra gələn isim təkdə işlənməlidir. Birinci bizə qaydanı verir. Daha sonra nümunə göstərir. 5 kitab birləşməsi saydan sonra gələn isim cəmdə işləmişdir və ədəbi dilin qrammatik norması pozulubdur. Qaydadan nümunəyə doğru getməyimiz deduksiya hesab edilir. Cavab A variantı olacaqdır. Və sonuncu 10-cu sualımız. Orqanik məhsulların tərkibində insan orqanizmi üçün faydalı elementlər. İndi isə 10-cu suala baxaq. Orqanik məhsulların tərkibində insan orqanizmi üçün faydalı elementlər var. Qidaların bir çoxu doyumlu olsa da, amma insan orqanizmi üçün heç bir faydası yoxdur. Deməli, heç də bütün qidalar insan üçün faydalı deyil. Burada hansı düşünmə formasından istifadə olunmuşdur? İnsan orqanizmi üçün faydalı elementlər var və buna nümunə gətirir ki, orqanik məhsulları nümunə gətirir. Qidaların bir çoxu doyumlu olsa da, insan orqanizmi üçün heç bir faydası yoxdur. Deməli, heç də bütün qidalar insan orqanizmi üçün faydalı deyil. Artıq biz burada nümunə verir və nümunədən qaydaya doğru gedirik. Burada hansı düşünmə formasından istifadə olunmuşdur? Nümunəni verir, qaydaya doğru gediriksə, nəticə çıxardırıqsa sonda, deməli ki, burada induksiyadan söhbət gedir. Cavab olacaqdır induksiya. Yəni, deduksiyanın tam əksi induksiya idi. Hansı ki, deduksiyada da biraz öncə 2 sualı gördük. Cavab olacaq B variantı. Bu qədər müəllimlər, yəni 10 sual hazırlamışdım. 10 sualın da izahına baxdıq. Əgər bu tip videolar sizlər üçün faydalıdırsa, əziyyətə dəyər vermək məqsədilə siz də rəy bölməsində fikirlərinizi yaza bilərsiniz. Bu qədər. Sağ olun, salamat qalın. Sabahda yeni sınaqla qarşınızda olacağım.